Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hamınızı Allahın salamı ilə salamlayıram. Esselamu aleyküm və rəhmətullah. Fanatizm yoxsa sənin gələcəyin. Bəzən belə sözlər eşidirik. Xüsusən inananlar arasında belə olur. Yəni o şəxslər ki, özlərini dinə nisbət edirlər, yəni İslam dininə nisbət edirlər. Yəni soruşanda deyirlər ki, mən müsəlmanam. Allahın ilah olduğunu qəbul edir, onun yaradan olduğunu qəbul edir. Amma dinə əməl edənlərə təbii ki, yəni çərçivədən çıxmayanlara fanat kimi baxırlar. Həddini aşan kimi baxırlar. İnkar olunmur ki, yəni fanatizm var, bəli. Amma fanatizm məsələsini dində başa düşmək lazımdır. O insanlar ki, o çərçivədən çölə çıxırlar. Yəni dinin, Quran-ı Kərimin əmr etdiklərindən çölə çıxırlar. Və ya onun tövsiyə etdiyi kimi etmirlər, tərsini edirlər. Və ya Peyğəmbərimizin Muhammed, Allahın ona salavatı və salamı olsun, onun dediklərindən çölə çıxırlar, ona müxalif olurlar. Həddindən artıq sərtlik göstərirlər. İnsanlara qarşı münasibətləri də pis münasibət göstərirlər. Təbii ki, din bunu qəbul etmir. Yəni çərçivədən çıxmayan qaydada insan dininə əməl edirsə, Uca Rəbbimizin əmrlərini yerinə yetirirsə və qadağan etdiklərindən çəkinirsə, buna fanatizm deyilməz. Və ya insanlara bunu tövsiyə edirsə, buna fanatizm deyilməz. Buna əksinə, bu insanlar əslində yəni öz tərzlərini yaşamırlar. Öz nəfslərinin istədikləri kimi yaşamırlar. Onlara əmr olunanları yerinə yetirirlər. Çünki Uca Rəbbimiz bu möhlət diyarında bizi zorla, güclə nəyəsə məcbur etmir. Amma bizə vacib əməllər buyurub ki, onsuz qulluğu həyata keçirmək mümkün deyil. Yəni bir insan bu dünyada öz qul olmasını etiraf etməlidir. Öz qul olmasını öz əməli ilə etiraf etməlidir. Əgər əməli ilə etiraf etməsə, onda Rəbbimiz ona cəzanı vəd edib. Və burada qayıdırıq o fanatizm mövzusuna. Yəni əslində bu fanatizm deyilənlər belə bir misal çəkmək olar. Dünya həyatında onlar çalışırlar, fəaliyyət göstərirlər, işləyirlər, qazanırlar. Bəzi insanlar zənginləşir, var dövlətini artırır. Elə insana heç kəs deməz ki, sən fanatsan və ya həddini aşmısan, düzdür? Əksinə elə insanlara hörmət olunar. Çünki o öz maddi rifahı üçün çalışır, öz gələcəyi üçün, öz ətrafının həyatının yaxşılaşdırılması üçün çalışır. Belə insanlara əksinə hörmət olunur. Eləcə də dində çərçivələrdən çıxmayan, yəni Allahın hüdudlarını aşmayan, dinin göstərdiyi ədəb ərkanları aşmayan insanlar nə qədər bu məsələdə irəli getsələr, heç vaxt fanat adlandırılmaz. Yəni dinimizdə var əmr olunanlar, var tövsiyələr. Bəzən insanlar bu tövsiyələri yerinə yetirənləri, yəni vacib əməllərdən başqa, yenə Allahın və onun elçisinin insanlara etdiyi, yəni məsləhət gördüyü daha xeyirli əməllər var ki, onlar vacib deyil. Amma o, onun şərəfini, onun məqamını daha da artırır. Və belə əməlləri edənlərə bəzən dediyimiz insanlar fanat kimi və ya həddini aşan kimi baxır. Əslində xeyr. Necə ki, dünya həyatında insanlar çalışıb öz mal dövlətini, zənginliyini artırırsa, bu insanlar da öz gələcəyini, rifahını artırır. Çünki bu Quran-ı Kərim sənin gələcək həyatından xəbər verib. Bu Quran-ı Kərim xəbər verib ki, sənin bu maddi həyatından daha böyük bir maddi həyat var ki, hansı ki, o maddi həyatda Rəbbin sənə burada itaat etdiyin təqdirdə sənə daha böyük, bitməyən bir mülk, bitməyən bir zənginlik vəd edib. Hansı ki, bu dünyada heç kəs ona nail olmayıb. Amma sənə Rəbbin bunu qarantiya verib bu məsələdə, əgər onun dediklərini yerinə yetirsən. Əslində bu çox böyük bir xəbərdir. Əslində bu çox böyük bir xəbərdir. Yəni insanlar daim gələcəkdə baş verəcək hər hansı bir xeyir və ya şərin bilməsini istəyərdilər ki, ona görə tədarük görsünlər, bugün ona görə hazırlaşsınlar. Eləcə də Rəbbimiz bizə
sabah nə baş verəcək, onun barədə xəbər verib, hansı ki, o daha böyük bir mənfəəti göstərib, daha böyük bir itkini göstərib. Ona görə də bu fanatizm deyil, əslində bu elə sənin özünün gələcəyindir. Bax, Qurani-Kərimdə Uca Rəbbimiz buyurur ki, Fəcr surəsində, Euzubillahimineşşeytanirracim, وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي. Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaq, yəni öz əməllərini xatırlayacaq. Lakin bu xatırlamanın ona nə faydası? O, kaş həyatım üçün əvvəlcədən hazırlıq görərdim deyəcəkdir. Yəni həyatım üçün, yəni axirət həyatım üçün. Görsən o, yəni insan o gün o həyatı əsl həyat adlandırıb. Çünki artıq əbədiyyətdir. Bu dünya sən demə həqiqi, o daimi, davamlı olan həyat deyilmiş. Bu bir nümunə idi. Bu həyat bir nümunə idi. Amma əsl həyatsa qovuşanda artıq biləcək. Bəli, bu sənin gələcəyindir. Bu oxunan bu ayələr sənin gələcəyindir. Bu fanatlıq deyil. Sənin gələcəyin barədə xəbər verilib. Sənin gələcək maddi rifahın barədə xəbər verilib. Burada sən nə qədər çox qazanırsansa, bu həddini aşmaq fanatizm deyil. Bu sənin əbədi zənginliyin üçündür. Necə ki, sən bu dünyada öz zənginliyin üçün çalışırsan. Allah hamını xeyrə müvəffəq eləsin. Esselamu aleykum.